Azərbaycanda əhalinin azalması 50 min müəllimin ixtisarına səbəb ola bilər. Bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin martın 13-də keçirilən plenar iclasında deyib. Məlum olduğu kimi, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda 2025-ci ildə bu göstərici 100 mindən az olub deyə Əli Əhmədov qeyd edib. O bildirib ki, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən 1 milyon olacaqdır. Bu isə 50 minə yaxın müəllimin ixtisarı riskini artırır. Bir neçə 10 ildən sonra isə yəqin ki, pensiyada olan əhali ilə işləmə qabiliyyətində olan əhali arasında da nisbətdə ciddi dəyişikliklər baş verəcək. Bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və ondan sonraki illərdə hökumətimizin demoqrafi məsələlərə diqqəti artırılacaq deyə Əli Əhmədov qeyd edib.